Salam əziz dostlar. Orta Kanal Cumhuriyet mövzusunda seriya verilişlərini davam edir. Bugünkü qonağımız hamımızın tanıdığımız Cumhuriyet dövrünün ən samballı tədqiqatçılarından biri, Bakı Avrasiya Universitetinin professoru Ədalət bəy Tahirzədədir. Ədalət bəy, xoş gəldiniz. Hoş gününüz olsun. Ədalət bəy, Cumhuriyet dövrü deyəndə geçen verilişimizdə də bu barədə danışdıq. Bir çox məsələlər var ki, onlara aydınlıq gətirmək lazımdır. O cümlədən qurucu babalarımız, cumhuriyetçilər, cumhuriyeti quranlar, elan edənlər, bunların bu sıfırdan yaranmış bir dövlətdir, heçdən qurulmuş bir dövlətdir. Bəli. Onların kimlikləri, onların şəxsiyyətləri, bildiğimiz kimi o dövrdə hökumət dəyişikləri tez-tez oldu. Bunlar bizim için çox maraqlıdır. Cumhuriyet dövrünün lideri Məhəmməd Əmin Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadənin adlarını hətta biz düzgün yaza bilmirik. Bəziləri Məhəmməd Əmin böyük hərflə Rəsulzadə, bəziləri Məmməd Əmin Rəsulzadə birlikdə və ya ayrı, bəziləri yəni hərə bir cür yazır, hərə bir cür ifadə edir. Bu qurucu babalar barədə xahiş edirəm, biraz bizə məlumat verəsiniz. Çok sualımız çok vacip, önemli bir sualdı Namil Bey. Ümumiyyətlə bizim soyadlarımızın, adlarımızın yazılışı necə olmalıdır? Keçmişdə necə olub və bugün necə olmalıdır? Mən bir şey deyim. O vaxtı təbii ki yazışmalar, dövlət yazışmaları, sənədlər hamısı Çar dönemində Rus dilində gedirdi. Və ona görə də bizim soyadlarımız yazılırdı ov. Məsəl üçün Əhməd ov, Məhəmməd ov və s. Amma onlar bizim dildə yazılanda əski əlifbada, ərəb əlifbasında zadə ilə verilirdi. Əhmədzadə, Məhəmmədzadə. İki soyadımız olub deməli. Yox, iki soyad olmayıb. Eyni soyaddır, eyni soyaddır. Rus dilində Ovyevlə verilirdi. Bizim dildə yazılanda zadə ilə yazılırdı. Mən sizə konkret misallar deyim. Sultan Məcid Qənizadənin, Üzeyir bəy Hacıbəylinin, Qarabəy Qarabəyovun və başqalarının Rusça, Türkçə lüğətləri var. Onların birinci titul səhifəsi olurdu Rus dilində. Orada ne yazırdı? Orada yazırdı Rusko-Tatarski Slavar Tatarski. Avtorda ne yazdırdı? Sultan Mecid Ganiyev. Mesela 1907-ci il lüğətində. Sonra bizim ana dilimizdəki titul səhifəsində ərəb əlifbasında yazılırdı ki Rusça, Türkçə lüğət, oradaki Tatar Türk kimi tərcümə olunurdu. Rusça, Türkçə lüğət, Sultan Məcid Qənizadə eyni kitabda Rus dilində deməli gedir ov, yev, bizim dildə zadə. Və bu bizim demək olar ki bütün o qurucu babalarımıza aiddir. Və bunların bir çoxu məsəl üçün xaricə getdi. Cumhuriyet yıkılandan sonra onlar ya Türkiye soyadını qəbul elədilər ya da ki Zadəni götürdülər. O vaxt məsəl üçün Xosrov bəy Sultanzadə. Onun hətta baş daşında Xosrov bəy Sultanzadədir. İndi mən bugün onun soyadını necə yazmalıyam? Niyə Rusun ovunu yazmalıyam? Xosrov bəy Sultanov. Özü istəsəydi, arzu eləsəydi, elə Türkiyədə də o cür gedərdi. Gəldik indi Məhəmməd Əmin Rəsulzadəyə. Onun adı necə olmalıdır? Sizin o verəcəyiniz sualı mən hiss edib, burada
yazmışam bu lövhədə istəyirəm ki, oxucularımız, tamaşaçılarımız görsünlər. Əski əlifbada yazmışam. Məhəmməd Əmin. Adamın adı Məhəmməd Əmindir. Məmməd Əmin deyil. Ərəb əlifbasında Məmməd yazılmaz. Muhammed. Yox, ümumiyyətlə Məmməd yoxdur. Hökmən içində H hərfi olmalıdır. Məhəmməd. Məhəmməd və ərəb orfoqrafiyasında mürəkkəb adlar ayrı yazılır. Məhəmməd ayrı yazılır, Əmin ayrı yazılır. Düzdür, bu ümumiyyətlə ayrı yazılmalıdır. Ona görə ki, dal iki şəkilli hərfdir, özündən sonrakına bitişməz. Bu heç. Amma əgər burada dörd şəkilli hərfdə olsaydı, ərəb əlifbasında belə şeylər var. İki şəkilli hərfin yazılışı, dörd şəkilli hərfin yazılışı və Məhəmməd Əmin Rəsulzadənin atasının sənədlərində oğlunun adı yazılıb Məhəmməd Əmin. Doğum tarixi, hamısı var. Və bu necə olmalıdır? Bizim indiki baxımdan. Bak, indiki baxımdan necə yazılmalıdır? Adamın adı Məhəmməd Əmindir. İndi yazılır Məhəmməd Əmin. Əmin bu Peyğəmbərimizin adıdır. Əmin ona verilmiş adı idi. Yəni doğru, inanılmalı bir insandır. Əmin insandır o. Və Məmmədin əminliyindən söhbət getmir burada. Burada Məhəmmədin, Peyğəmbərimizin əminliyindən söhbət gedir. Ona görə də hökmən Məhəmməd Əmin olmalıdır. İndi gəlirik yazılışa. Birlikdə yoxsa ayrılıqda? İndi bu saat ona gələcək. Deməli, bu adı Ruslar yazır Mamed Emin. Defislə, E-ni də böyük hərflə yazırlar. Mamed Emin. Türkiyədə necə yazırlar? Mehmet Emin. Mehmet Emin. Və Məhəmməd Əmin Rəsulzadə haqqında bu bizim ikinci müstəqilliyimizdən sonradır bütün tədqiqatlar təbii ki. Ondan qabaq Sovet dönəmində qətiyyən imkan vermirdilər. Sovet dönəmində Rəsulzadəyə münasibət necə idi? Belə idi ki, üzündə fırtına, sinəsində qan, deyir son sözünü yolda Şamyan. İndi sizə kimdən deyim mən? O vətən xaini Rəsulzadədən. Sovet dövrünün münasibəti bu idi. Və müstəqillik dönəmində biz ilk dəfə Türkiyədə çıxan kitablardan oxuduq və Türkiyədə Mehmet Emin, Türkiyədə də bu adlar ayrı yazılır. Bugün indi hansı Türkiyə baxsa əsasən iki adı var və onlar ayrı yazırlar. Amma bugün bizim orfoqrafiya qaydalarımız var. Orfoqrafiya qaydalarımız bizə deyir ki, mürəkkəb adlar bir yerdə yazılmalıdır. Bugünün özündə qurucu babalarımızdan Əli Mərdan bəy Topçubaşı. Əli Mərdan, əlini ayrı yazır, Mərdanı ayrı yazır. Qardaşım, kişinin adı Əli Mərdandır. Sən niyə onu Əli Mərdan yazırsan? Kişinin adı Məhəmməd Əmindir. Atası ona bu adı qoyub. Məhəmməd Əmin yox. Bugünkü orfoqrafiyamıza əsasən bu ad ayrı yazıla bilməz. Bu bir yerdə Məhəmməd Əmin yazılmalıdır. Əli Mərdan, bəli, Əli Mərdan yazılmalıdır. Ondan sonra Əbdüləli bəy Əmircanov var, şəkili. Bizim Maliyyə Cumhuriyyət dönəmində Maliyyə naziri olub, nəzarət naziri olub və s. Yazırlar, deməli, onun adını ayrıca yazırlar. Kimin ki adı mürəkkəbdir, Cumhuriyyət dövründəki bizim o qurucu babalarımızın, onların adlarını deməli həmişə əsasən indi ayrı yazırlar və bu əsla doğru deyil. Bugünkü orfoqrafiyamıza ziddir. Ona görə onu Məmməd Əmin yazmaq əsla doğru deyil. İndi sizə bir şey deyim.
elə oxucularımız, tamaşaçılarımız üçün də maraqlı olar. Mənim kitabxanamda Cəlil Məhəmmədquluzadənin və Məhəmməd Səid Ordubadinin əsərlərinin müxtəlif nəşrləri var. Üzr istəyirəm. Cəlil Məhəmmədquluzadənin. Məhəmməd Quluzadə. Bəli. Məhəmməd Quluzadə yox. Niyə görə? Çünki ilk nəşrlərdə Cəlil Məhəmmədquluzadə ərəb əlifbasında təbii ki Məhəmmədquluzadə yazılıb. Sonra bizim ərəb əlifbasından sonra latın gəldi. Bəli. Latınla Mirzə Cəlilin çap olunan əsərlərinin üstündə yazılıb Məhəmməd Quluzadə. Məhəmməd. O birinci latında, indiki latında yox. Ordubadinin adı yazılıb Məhəmməd Səid Ordubadi. Hətta sizə deyim ki, Ordubadinin Qılınc və Qələm romanı 40-cı illərdə çap olunubdur. 2 cilddə. Birinci cildin üstündə yazılıb Məhəmməd Səid Ordubadi. İkinci cildin üstündə yazılıb Məmməd Səid Ordubadi. İxtisara getmişik. Bəli. Bu neyin təsiri idi? Bu Rusların təsiri idi. Ruslar Məhəmmədi sevmirdilər. Bilirsiniz, bir maraqlı fakt deyim sizə. Maraqlı və acınacaqlı bir faktdır. Mən bilirsiniz, bəlkə də bilmirsiniz, Azərbaycanın Çar dönəmində oxumuş, ali təhsilli tələbələrinin həyatını öyrənmişəm. Bizim professor Misir Mərdanovla bir yerdə 10 cildlik 1920-ci ilə qədər ali məktəblərdə oxumuş Azərbaycanlılar kitabı da nəşr eləmişdir. Cumhuriyyət tələbələri. Yox, Cumhuriyyət deyil bunlar. Cumhuriyyətə qədər Çar dönəmində. Çar dönəmində oxuyan və o arxivlərdə mən nə görmüşəm? Məhəmmədov, yaxud Məmmədov, Mamedov, Magomedov familiyalı tələbələr en minimumdur. Niyə? Ruslar bu familiyalı tələbələri götürmürdülər ali məktəbə. Nifrət edirdilər ona. Və bizim dini orada hissə var, tələbənin tərcümə halı ilə bağlı. Religiya, yaxud vera ispovedeniya. Orada yazıb Magometanstva. İslam yazmır. İslam yazmır, Magometanstva. Və xüsusi nifrət var idi Peyğəmbərimizə və onun adı ilə olan şeyləri qəbul eləmək istəmirdilər və o adlardan biri də Məhəmməd idi və onu Mamed eləmişdilər. Sonradan Hələ indi də qalır. İndi də qalır, bəli. Hətta mənim bəzi tələbələrim var ki, universitetdə familiyası Mamedov yazılır. Deyirəm, bala, bu nədir? Kənd Soveti belə yazılır. Hə. Çox doğru, yəni bütün bunlar hamısı həqiqətən başa da düşüləndi, yəni parçala və hökmət. Hətta məsələn adi bir Həsən sözünü, Həsən adını, ismini Azərbaycanlılar üçün Qasan deyə tərcümə edirdilər. Özbək Həsəni bu dəfə Xasan edirdilər. Bəli. Nə bilim Məhəmməd bizim üçün Mamed olurdu, nə bilim o birisi üçün Magomed olurdu. Belə yəni ki, siz fərqli söz deyirdilər. Bunlar hamısı çox maraqlıdır və həqiqətən mən bugün öyrəndim. Məsələn, az çox kitab oxuyan adamam ki, Cəlil Məhəmmədquluzadə əslində Cəlil Məhəmmədquluzadədir. Yox, axı, Məmmədin necə qulu ola bilər? İndi düşünək. Mən düşünməmişdim. Qul özünü Məhəmmədin qulu saya bilər. İndi yenə də qayıtsaq. Məsəl üçün, Əlinin qulu saya bilər. Həzrət Əlinin Əli qulu ola bilər. Məhəmməd qulu ola bilər. İman qulu ola bilər. Allah qulu ola bilər. Doğru. Amma Məmmədin qulu ola bilməz. İnsan insana, bəli, bizim İslama zidd olan bir şeydir bu. Bəli. Tabi olmamalıdır, yəni onun qulu ola bilməz. İnsan özü Allahın qulu ola bilər. Allahdan başqa heç kim bizə sahiblik edə bilməz. Biz istəyirsiniz yekun vuraq. Deməli, gəlin Məhəmməd Əmin Rəsulzadə adını mən istəyirəm bundan sonra necə yazmağı siz mənə tam dəqiq deyəsiniz. Birincisi biz bildik ki, Məhəmməd Əmin qətiyyən yazmışdı. Bəli. Məhəmməd Əmin olmalıdır. Bunu biz bildik. İkinci, Məhəmməd və Əmin sözləri bitişik yazılmalıdır. Bitişik yazılmalıdır hökmən. Çünki bunu orfoqrafiyamız tələb edir. Mən yox. Sən yox. Orfoqrafiya. Və orfoqrafiyanı da kim təsdiq edir?
hökumət təsdiq eləyir. Deməli Nazirlər Kabineti təsdiq Məhəmməd eləyir. Əmin, kişi hərfinə Məhəmməd Əmin, Bitişik. bitişik Bəli. Rəsulzadə. Bəli. Əziz dostlar, bunu da öyrəndim. Çox vacibdir. Yəni bilirsiniz, bu bizim dilimizdir. Dil millət olması üçün birinci şərtdir. Dilə gərək biz həssas yanaşaq. Hətta mən deyərdim, bizim əssaslığımız qısqanclıq səviyyəsində olmalıdır. Qısqanclıqla öz dilimizi biz sevməliyik və təbliğ eləməliyik. Mən Ədalət bəy sizə dərin təşəkkürümü bildirirəm. Sağ olun, mən də sizə təşəkkür edirəm ki, bu verilişə məni dəvət elədiniz. Sağ olun, aydınladırsınız. Mən çox istərdim ki, bu verilişə çox adam baxsın və öyrənsin, təbliğ eləsin. Tariximizi, dilimizi biz sizlə bu reglamentə uyğun olaraq çox az danışdıq. Yəni ancaq Məhəmməd Əmin Rəsulzadə barədə danışdıq. Başqa cümhuriyyətçilər barədə inşallah gələn verilişlərimizdə Mən məmnuniyyətlə nə vaxt çağırsınız gələrəm. Bu elə bir verilişdir ki, elə bir proqramdır ki, gerçəkdən düşünürəm ki, millətin buna öyrənməsinə ehtiyacı var. Bəli. Əziz dostlar, əziz tamaşaçılar, bizimlə olduğunuz üçün sizə təşəkkür edirik və yenə də xahişimi təkrar edəcəm. Orta kanala abunə olun, bəyəni işarəsi qoyun. Bax, bu verilişi aşağıda, ekranın aşağısında bəyəni işarəsi qoyun və paylaşın.